Ağdam rayonunda tükürpədən avtomobil qəzası baş verib. Doğru Xəbər Azərbaycan bildirir ki, qəza rayonun Xıdırlı kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan Hyundai markalı avtomobil qarşıdan gələn Vaz 2106 markalı avtomobillə toqquşub. Nəticədə avtomobillərdə olan 4 nəfər elə hadisə yerindəcə ölüb, bir nəfər isə ağır yaralanıb. Yaralıların xəstəxanaya çatdırılması üçün hadisə yerinə həkim briqadaları cəlb olunub. Ölən şəxslərin hərbiçi olduqları bildirilir. Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin xilasediciləri avtomobillərdə sıxılı vəziyyətdə qalan meyidləri çıxararaq aidiyyatı üzrə təhvil veriblər. Faktla bağlı araşdırma tədbirləri davam etdirilir. Paytaxtın Qaradağ rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Mayın 8-i saat 10 radələrində Lökbatanda yerləşən mərmər sexində mərmər daşı qırılaraq orada usta kimi çalışan şəxsin başına düşüb. Ağır xəsarət almış Biləsuvar rayon sakini 1969-cu il təvəllüdlü Azər Gülağı oğlu Babayev elə hadisə yerindəcə vəfat edib. Baş vermiş ölüm faktı və hadisə ilə bağlı Qaradağ rayon prokurorluğunda araşdırma aparılır. Yevlaxda da ağır avtomobil qəzası baş verib, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan Mercedes markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb. Nəticədə 20-dən çox sərnişin müxtəlif dərəcəli xəsarət alıb, onlar xəstəxanaya çatdırılıblar. Hadisə yerinə polis və digər aidiyyatı qurumun əməkdaşları cəlb olunublar. Hazırda qəzanın baş vermə səbəbləri və digər təfərrüatlar araşdırılır.